Bismillahirrahmanirrahim. İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lahu ve men yudlil fela hadiye lahu ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Elhamdülillahi'llezî radiyal İslam lil mu'minîne dînen ve nasabel adillete ala sihhatihi ve beyyanaha tebînen ve garaset tevhîde fî kulûbihim فأثمرت بإخلاصه فنونا وأعانهم على طاعته هداية منه وكفى بربك هاديا ومعينا اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد وبارك على محمد وعلى آل محمد كما باركت على إبراهيم إنك حميد مجيد. Değerli kardeşlerim, hürmetli Müslümanlar. Geçen dəfəki dersimizin bir təkan olaraqdan, yəni bir məna olaraqdan, yəni ardısıdır. Əvvəlki mövzumuzda oldu ki, əmr sahiblərinə itaat etmək. Bu bizim dinimizin buyruqlarındandır. Yəni olmazsa olmazlarındandır. Bir cəmiyyət, bir xalq vardırsa, mütləqdir ki, onun bir idarəçisi olmalıdır. Mütləqdir ki, onun bir idarəçisi olmalıdır. Və nizamın qurulması, ortalıqda qarışıqlığın aradan qalxması üçün mütləqdir ki, bir rəhbər, bir başçı təyin olunmalıdır. Bu nə gözəl olardı ki, Allah Subhanahu wa Ta'nın dininə xidmət edən insanlardan olardı. Amma ki, yoxdursa, biz ona qarşı çıxmaq, onun dəyərini salmaq kimi, bu kimi sözlərdən istifadə etmək həm ağıl cəhətindən, həm də yəni, din cəhətindən bu qəbul olmaz bir haldır. Əgər təyin olubsa, hər hansı bir halla artıq biz onu eşitib itaat etməliyik. Siz sahabə tarixinə baxsaq, sahabələr dönəmində necə qan tökən başçıların olduğunu bilsəydiniz, yəni indiki başçılara görə heç bir zaman bunlar haqq yiyəndir və s. kimi sözlər işlətməz idiniz. Aydın, necə sahabələr soruşurlar ki, filan başçının arxasında namaz qılmaq olarmı? Deyirlər ki, biz deyik ki, necələrini görmüşük. Necələrin arxasında namaz qılmışıq. Aydındır. Ona görə məsələ əhl-i sünnə və cəma ilə bidət əhlinin arasında olan bir firqədir. Arasında olan bir fərqdir. Kim eşitər, itaat edər Allaha asi olmayan şeylərdə və kimlərsə buna müxalif olar. Belə ki, biz onlarla bizim arasında olan fərqi bilə bilirik. Biz heç bir zaman, heç bir halda qarşı çıxmağı, onun barəsində, yəni rəhbər barəsində artıq əksik danışılmağı sözlə, işarə ilə və yaxud ki, bunu edən kimsələri dəstəkləmək məqsədi ilə heç bir şeyə icazə vermirik. Mövzumuz da belə bundan ibarətdir ki, Bəbun fi salati xalfəl vulət. Əmr sahiblərinin arxasında namaz qılmaq. Əmr sahiblərinin arxasında namaz qılmaq. Belə təsəvvür edin. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanının prezidenti idi, başçısı idi, öndəri idi, rəhbəri idi, imamı idi, düzdür? Və bu zaman o insanlar üçün öndər idi, başçı idi, imam idi. Və onun olduğu məqamda heç bir kimsə qabağa atılıb namaz qıla bilməz idi. Əslində bu deyək, əsl olaraqdan bu imamların, rəhbərlərin işi idi. İlk dönəmlərdə, İslamın ilk dönəmlərində. Ta ki bu Peyğəmbər sallallahu aleyhi və səlləm döməni davam etdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dünyadan köçüb Raşidi xəlifələr gəldi. Adında o xəlifələr də həmçin bu ardıcıllığı davam etdirdilər. Rəhbər olaraqdan özlər namaz qıldılar. Sual verə bilərsən ki, axı başqa, məsəl üçün şərqdə, Şamda, qərbdə, məsəl üçün vilayətlər var idi. Orada necə? Yenə gedib Əbu Bakır orada mı? Yox. Orada yenə həmən başçının, həm Əbu Bakırın təyin etdiyi başçılar, əmr sahibləri orada imam olurdular. Və ya ki, Peyğəmbər sallallahu aleyhi və səlləm insanlar döyüşə getdirir, ola bir komandir təyin edir. Və imamı da o namazı da o qıldırır. Aydındır, ümumən insanlar ki, başçı təyin olunubsa, bizim vaxtımızda deyək imamlar. Yəni, onlar olan yerdə biz namaz qıldırmamalıyıq. Bir şərtdə ki, onlardan izin aldıqdan sonra. Mövzumuz da bunlar. Yəni, əmr sahiblər, xalfə, vulatul umur arxasında namaz qılmaq. Yəni, görəsən, buna müxalif olan kimsələr mi var ki, yəni bu hətta əhl-i sünnə və cəmanın rəyi olaraqdan kitabları yer alıb? Bəli. Xavariclər, nasibilər, kimi bəzi firqələr var ki, buna qarşı çıxırlar. Olmaz.
Çünki əslən onlar onu müsəlman görmürlər. Əslən onu əmr sahibi, rəhbər görmürlər. Nəinki qalxasın namaz qılsın. Və s. Yəni vücubu salat xalfə vulatil umur. Yəni bu sözdür, yəni mövzu, bəşlik bu fəsil, yəni onların arxasında namaz qılmaq vacib olmaz. Hansı namazlar? Fərq etməz. Yəni onun halı istər yaxşı kimsə olsun, istər günahkar kimsə olsun. Fələ yəcü tərku salatı xalfəhum xilafən il-xavaric. Xavariclərə müxalif olaraqdan onların arxasında namaz qılınmaz, tərk olunmaz. Xavariclər onların arxasında namaz qılmaq tərk edirlər. Xavariclər onların əmr sahiblərinin arxasında namaz qılmaq tərk edirlər. Və mən sara bi seyrihim, həm xavaric və ya onların yolunda, eyni yolda gedən kimsələr buna müvafiqdir. İndiki zamanımızda da, ta o vaxtlar sahabə dönəmində də şəkilləri dəyişsə də, formaları dəyişsə də, adları dəyişsə də, etiqad etiqaddır. Aydındır, hökm hökmdür. Qala İmam Əbu Bəkir İsmaili rahimehullah bəyanı mu'təqid əhl-i sünnə, əhl-i sünnə və cəmanın etiqadının bəyanı olaraqdan deyir ki, və yaravna salati el-cum'ate və qeyrihə cuma xassatan. Bu vulatul əmrin arxası, yəni əmr sahiblərinin arxası namaz dedikdə burada daha çox cuma namazları və cəmaatın daha çox toplaşdığı namazlar qəsd olunur. Cuma namazıdır, bayram namazlarıdır və s. Və yaravna əhl-i sünnə və yaravna salati əhl-i sünnə və cəmanın etiqadındandır ki, və yaravna salati vəl-cum'ate və qeyrihə cümə və başqa namazları onların arxasında namaz qılmağı vacib görürlər. Xalfə kullu imami muslimin. Hər bir müsəlman əmrinin arxasınca. Fərq etməz, günahkarın birisidir və yaxud da ki, salih bir kimsədir. Buna fərq qoymazdılar. Fə innəllaha əzzə və cələ faradəl cümətə və əmər bi itiyaniyyə. Çünki Allah Teala cumanı fərz qılmış və ona getməyimizi, səy göstərməyimizi Allah Teala bizə vacib etmişdir. Fardan mutlaqa, mütləq şəkildə istisnasız fərz etmişdir. Ma'a ilmihi ta'ala bi annal qaimin yakunu ma'humul fajir vel fasiq. Və Allah Taala'nın əzəli ilmindəndir ki, və Allah Taala bilir ki, imamlar heç bir zaman Peyğəmbər sallallahu aleyhi və səlləm kimi imanı kamil olmayacaq. Bu elmini əsasən Allah Taala bilirdi ki, mən bunun Peyğəmbər dönəmində, Peyğəmbər imam olaraq da mən bunu əmr edirəm və Peyğəmbərdən sonra gələcək nəsillərdə bu öz kamilliyini salacaq aşağı. Bəzi insanlar çıxa bilər ki, fasiq olsun, günahkar olsun, zalim olsun. Amma ki Allah Teala hər bir halda bilərəkdən əvvəlki elminə dayanaraq da Allah Teala hər bir kimsənin arxasında namazı getməmizi əmr buyurur. Yəni belə çıxır ki, o zaman Allah Teala bizə demişdi ki, namazı qılın ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kimi bir insan təyin olunsa, Allah Teala istisnası mütləq şəkildə və izə nudiyə cuma namazına çağırdığı zaman gedin dedi Allah Teala. Orada istisna eləmədi. Mən kənə fəcirən, mən kənə asinə. Allah Teala heç bir istisna eləmədi orada. Çünki Allah Teala'nın elmi olacaqları bilməsi əzəlidir. Olduqdan sonra bilmir. Bunu edən kimsə bilmədi Allah Teala'nın bu mənada xəbərsiz olduğunu bildirdi və özlər xəbər etdilər ki, yox bu facir kimsədir, bu asidir, bu zalimdir. Onun arxasında namaz qılmaq olmaz. Ayə müxalifdir. Na'am, farada cümətə və əmr bi itiyaniha. Fardan mutlaqa ma ilmi ta'ala annal qaimin yakunu minhum fajir vel fasiq. Yəni onu qılanlar bilir ki, Allah Teala əzəli ilmindən ki, onu qılacaq, gələcək nəsildəki qılacaq kimsələr fasik, zalim, qəddar kimsələr olacaq. Buna baxmayaraq Allah Teala nə dedi? Nə dedi? Abi bir dənə açarsan da. Yox, yeməyəcəm onu, qoy. Ha? Yakunu minhum fajir ve fasiq. Na'am, ve lem yestesni vaktan duna vakt. Allah Teala bir vaxtdan diğer vaxtı istisnasız qeyd etdi. Gedin. Çağrıldığı zaman gedin. Ve emara ve la emran bin nidali cuma duna emrin. Yani cuma namazının müəyyən vaxtda, müəyyən zamanda istisnasız. Aydındır. Ve qala Şeyhülislam İbn Teymiyyə rahimehullah Teala Kânət sünnəti Rasulillahi sallallahu aleyhi və səlləm və səil xulefəi raşidin. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsi olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsi olsun. Əvvəl və yaxud da ki, raşidi xəlifələrin sünnəsi olsun. Belə idi. Necə idi?
Və mən sələkə səbiləhu min vulatul umur. Həm peyğəmbərin, həm onun rəşidi xəlifələrin və onların yoluna gedən insanların getdiyi yol belə idi. Necə idi? Fi'd-dawlatul umaviyyə vəl-abbasiyyə. Həm Üməvi dövlətində, həm Abbasilər dövründə də ənə imamə yekunu imamən fi hədəynil asrayni cəmiyyən salati və cihad. Cihadda, namazda təyin olunmuş imam namazları qılardı. Bu həm Peyğəmbər dönəmində, həm sahabə dönəmində, həm Əməvilərdə, həm Abbasilərdə bu qaçınılmaz bir hal idir. وَالَّذِي يَؤُمُّهُمْ فِي الصَّلَاةِ Onları namaz qıldıran bir kimsə يَؤُمُّهُمْ فِي الْجِهَدِ Həmçində onlara, məsəl üçün deyək ki, namaz qıldıran eyni kimsə cihadı da onları, cihada getdikdə onlara namaz qıldırardı. Həmən ki, komandirin arxasında namaz qılardılar. Çünki belə təsəvvür edin ki, əskərləri həvəsləndirən döyüş meydanıdır, hamı hüzünlüdür, hamı kimisə düşünür, arvad, uşaq, ana, ata hamısını düşünür. Bu zaman orada duran bir kimsə, nə namaz qılmayan, nə bir qeyri-adi bir kimsə, yəni namazın ibadətdən insanlar həvəsləndirən bir kimsə deyildisə, əlbəttə ki, arxadakilərin də ya bombadan qaçmaq qorxusu olacaq, ya da qabağa atılmaq bir həvəsi olmayacaq. Onun üçün komandirlər imam olaraq da, imam bir mənadan öndər, qabaqçıl deyirlər, qabaqda gedən. Bu dindar, salih bir kimsədirsə, əlbəttə ki, onun insanlara çəlgini Allah üçün vuruşmaq, din, dövlət, torpaq, bunları yad ellərə vermək olmaz. Çünki bugün sən burada getmişsən, Allah sənə qədərib, səni ora təyin edib, gedibsənsə döyüşə, bil ki, sənin arxandakilər sənin səbəbi ilə rahat, xoş güzəran yaşayacaqlar. Amma ki, dur gəl, sən bunu belə bir şey olmaz, belə bir şey olmaz de, onda bir yaxınlarını düşmən əllərə və ya da gəlib götürsünlər, rahat yaşa. Yaşaya bilməzsən. Əmanət kimi, əminlik kimi, qardaş, yer üzərində nemətlər içərisində əmin-amanlıq kimi, yəni o bərqərar olması kimi ikinci bir nemət yoxdur. Fikir ki, fərz elə evindəsən, sənin anan, atan, bacın, qardaşın, yoldaşın, uşaqların, qızın, fərz elə heç kimsə gəlib sənin qapını döyüb, səni zorlamalığı gözlü kimi, heç kimsə gəlib sənin pəncərəndən baxıb sənə irzinə, namusuna söz atmır. Yəni bunun, əlbəttə ki, yəni bunu bölmək, bunu bizə çox görmək istəyən insanlar var. Ya birbaşa, ya da ki, dolayısı yolla da çatdırmaq istəyirlər. Bu əmin-amanlığı söküb dağıtmaq istəyirlər. Aydındır. Bunun da birinci səbəbdən birisi insanları rəhbərə qarşı qışqırtmaq, çağırtmaq, çıxartmaq. Çıxda fizə favda olar, yəni qarma-qarışıq olur. Baxmırıq, görmürük, qıraq-qıraq dövlətlərdə də. Başqa adlarla başqadır, başqa adlarla başqadır, nələrlə sonlandı. Bir əvvələ nəzər yetir, bir indiki zamana nəzər yetir. Kim uddu? Və kimlər uduzdu? Və kimlər necə tanındı? Aydındır. Yəni, sən heç bir zaman mükəmməl, kamil bir peyğəmbər kimi, Əbu Bəkir kimi mükəmməl bir insanı axtarma. Nə təyin edibsə, ondan razı qal və ona görə Allah Teala şükür elə. يَؤُمُّهُمْ فِي الْجِهَادِ وَأَمْرُ الْجِهَادِ وَالصَّلَاةِ وَوَاحِدٌ Yəni, istər namaz olsun, istər cihad olsun. Ona təyin olan bir kimsəsi. İstər namaz, komandir olsun, cihada çağırır, ona tabi olmasan, həmçinin o vaxtda namaz qılır, ona tabi olmaz. Fil məqamı səfər və kən Nəbi sallallahu əleyhi və səlləm izəstə'mələ rəculan aləl-bələd səfər məqamlarında ola bilər, səhər vaxtlarında ola bilər. Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə də olub da, dəfələrlə olub. Müəyyən bir kimsələri müəyyən iş arxasını göndərib, vəli olaraqdan göndərib, xəlifə olaraqdan göndərib filan dövlətlərə. Get. Aydındır. Və buna nəyə əmr edərdi? Məsələn, buna misal olaraqdan Əttab ibn Useyd alə Məkkə. Mədinəli olaraqdan Məkkəni vəli olaraqdan, vəlisi olaraqdan onu vilayət vermiş ki, get orada başçı ol. Bu Osman ibn Əbil-As alə Taif. 100 kilometr qıraqdakı Taif şəhərində. Və ona başqa yerlərdə. Əmr sahibi təyin edirdi Peyğəmbər s.ə.v, vəli təyin edirdi, onları ora göndərirdi və onun göndərməsi həm orada olan insanların əmr edər ki, özünə tabi olsun ki, mən Peyğəmbərin əmr etdiyi kimsəyəm və də imam namazları, xüsusən də ki, cuma namazından bayram namazları bu kimsələr qılardı.
Və kana huvellezî yusalli bihim. Və o kimsələr də onlar qalar. Sonra vaxt dönəm keçdikcə, bunlar artıq aradan çıxmağa başladı ki, indiki bizim dövrümüzə gəlib çatdı. Aydındır. Əgər başçı, rəhbər bizə döyüşə çıxmaq əmri verirsə və o da komandir olaraqdan kimisə təyin edirsə, biz həm ona itaat etməliyik, həm də ona tabi olmalıyıq. Get, get. Gəl, gəl. Dur, dur. Aydındır. Çünki o, həmən ki, təyin olan kimsələr din cəhətindən dindəki o həddləri təyin edərdi. Filan şey haramdır, filan şey halaldır. İstiftə eləyərlər, fətva soruşar, fətvaya cavab verər. Aydındır. Və qalə Muhammed ibn Əbi Zəmənin və min qovlə əhl-i sünnə vəl-cəmanın əqvallarındandır ki, qövüllərindəndir ki, İnnə salətəl cüm'ətə vəl-ideyni və ərəfə mə'ə kulli əmirin bərrin əv fəciran minəs sünnəti vəl-haqq. Əhl-i sünnə vəl-cəmanın sözlərindəndir ki, cuma namazı, 2 bayram namazı, Arafa, yəni həcc, hər bir facir olsun, yəni günahkar olsun, salih bir kimsə olsun, onlarla bərabər namaz qılmaq, həcc etmək sünnədir və haqdır. Və innə mən sallə ma'ahum, kim onlarla təyin olunub, onlarla bərabər namaz qılarsa, thumma ədəhə, sonra onu öz iradına uyğun olaraqdan, öz düşüncəsinə, özündə müəyyən gəlib formalaşdırmalar var axı insanların. Ona nəzərən namazı qaytararsa, fəqəd xarəcə min cəmaəti min mada. Əvvəlki cəmaatına, əhl-i sünnə və cəmanın getdiyi yoldan çıxmış olar. Min salihis sələf hədihil ümmə. Bu ümmətin salih sələflərin yolundan, sələflərin yolundan xaric olmuş olar. Və zəlikə ənə Allah təbarəkə və teala qalə. Belə buna görə də Allah Teala buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu izə nudiyə lis-salati min yevmil cüm'əti fəssəb ilə zikrillah və zərul əl-bey'a. Ey iman gətirənlər, siz cümə günü namaza çağırıldığı zaman namazı səy edin, gedin. Və alış-verişi tərk edin. Bu da sizin üçün daha xeyirlidir deyə Allah Teala buyurdu. Və qad alimə cəllə sənəhu. Allah subhanahu wa ta'ala bu ilmi ilə bildi. Əvvəl dedim. Hinə iftarada aleyhim sa'i ileyhi. Allah Teala onları cümə namaza getməyi əmr etdiyi zaman vacibətən nidai ləhə, hansı ki onun nidasına vacib etməyi zərurət yaranır. Ənəhu yusallihə bihi min mucrimin vulati və fussaqihə mən ləm yəhcəlhə. Bizə heç birimizə gizli qalmayan həmən Allah Teala'nın o əmrini günahkar və yaxud da ki fasik, günahkar kimsələr qıldıracaq. Allah Teala bunu bilirdi. Buna rəğmən Allah Teala ümumən mutlaq şəkildədir ki, hər bir vaxtda, hər bir zamanda cümə namazına çağıldığı zaman fəs'au. فَلَمْ يَكُنْ لِيَرْفِدَ عَلَى عِبَادِهِ سَئِلَ مَا لَمْ يُجْزِيهِ شُهُودُهُ. Allah Teala hiçbir zaman insanlara onların getməsi, o şəhadət qabul olmayan şeyi, olmayacaq bir şey Allah Teala hiçbir zaman onlara əmr etməz. Və yaxud da ki, onlara qaydılar, yəni namazları səhih deyil, siz qaytarılması gərəkdirən bir şey Allah Teala onlara mütləq şəkildə əmr etməz. Əgər o ayə olsaydı ki, siz cümə namazı çaldığı zaman ora səy edin, əgər o insanlar salih kimsələrdirsə düzgün qılın, namazı qaytarmayın, əgər salih kimsələr deyilsə namazı qaytarın. Deyilmir də belə bir şey. Aydındır. Bundan sonra gətirir ki, Abdülməlik rahimehullah ennehu qale fi təfsiri mə cəət fil əthər. Bu hədisin təfsirindədir ki, İnnə salati cəizun vara kulli bərrin və fəcin. Cümə namazı hər bir günahkar və salih hər bir kimsənin arxasında icazəlidir. İnnəmə yuradu bizəlik. Bundan deyir, murad budur ki, İmamullezî yuəddə ileyhi ta'a. O imam ki ona itaət vacib olunur. Onların arxasında fərz etməz, facirdir, günahkardır və ya ki itaət salih kimsədir qılınlar. لأنه لو لم تكن صلاة وراء جائزة أو وراء استخلاف عليهم وخلفاء لما في ذلك نعم. Əgər ki bu icazəli olmasaydı Allah o deyir, həm də özünü təyin etdiyi kimsənin arxasında namaz qılmaq Allah bizə istisnasız
vacib etməz idi. İstisna olmalıydı. Aydındır. Sonra deyir ki, məsələn, o müxalif olan kimsələr var ki, əhl-i sünnə vəl cəmaə müxalif olan kimsələr vardır ki, məsələn, ibadiyyə vəl murciyə vəl qədəriyyə fələ bəsə bis salati xəlfəhu əydan. Həmçinin onların arxasında namaz qılmaq deyir, icazəlidir. Və qal Abdülməlik rəhməhullah huvəllədə aleyhi əhl-i sünnə. Bu rəyin üzərində əhl-i sünnə vəl cəmaə durduğu rəylərdəndir. Hədə rəsən sahib, bu səhih əsərdir. Qal İbn Əbil-İz rəhməhullah teala və qəddələtə nususul kitab və sünnə icma' sələf ümmə. Kitab, sünnə, sələflərin icması buna dəlalət edir ki, ənnə vəliyyəl əmri və imamə salati vəl hakimə və əmirəl hərbi və amilə sadaqa yuta'u fi mavadil ictihad və leysə aleyhi ən yutu'a ətba'uhu fi mavadil ictihad bəl aleyhi ta'atu fi zəlik. Deyir ki, təyin olunmuş hər bir kimsə, əmir sahibləri, namazda qılınacaq təyin olunmuş imam, hakim, komandir, sədəqələ, yəni zəkət üçün ayrılmış kimsələrə olan itaat. Gəlib, məsəl üçün, finsə gəlir ki, mənə Peyğəmbər və əmir sahib mənə əmr edib ki, sən sədəqələ yığmalısan. Bu kimsəyə də həmçin itaat olmalı, filan mənə verməlisən, mən götürüb filan kimsəyə vermələm. Buna itaat lazımdır. Bu kimi ictihad gərəkən yerlərdə də sən öz ictihadına uyaraqdan mən itaat etməm deyilməz. Yenə də sən onlara tabi olmalısan. Çünki öz rəyini onların rəyinə görə tərk eləməlisən. Onların rəyini üstün görməlisən. Bir hədisdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ki, o əmir sahiblər təyin olur. Bəlkə namaza naqislik eləyirlər, bəlkə namazın vaxtını uzatırlar. Bəzən dəstəmazda hadə namaz qılırlar xəta ilə. Deyir ki, bu xüsusda Peyğəmbərimiz yusalluna lakum fe in asabu falakum və lahum və in axtau falakum və aleyhim. Deyir ki, əgər sizə ona namaz qıldırsalar, sizin üçün namaz qıldırırlar. Əgər isabət etsələr, düz qıldırsalar, həm sizə əcr var, həm onlara əcr var. Əgər xəta etsələr, sizə əcr var, onlara isə günah var, əcr yoxdur. Səhih hədisdir. Ola bilsin ki, xəta olaraqdan bir müəyyən namazda edə bilər. Hər hansı bir halda. Siz onun hansında namaz qılın. Xatası ona, yenə isə savab var. Aydındır. Başqa bir rəvayətdə deyilir ki, An Səvar ibn Şəbib qalə Həccə Necdətul Həruri fi ashabihi fəvada'a İbn Zübeyr fəsallə hədə bin nəti yevmən və leylətən və hədə bin nəti yevmən və leylətən fəsallə İbn Ömər xəlfəhumə. Xavariclərdən olan, Həruriyyələrdən olan Necdətul Həruriyyə həcdədir ki, namaz qıldır. Bir gün o qıldırdı, bir gün başqası qıldırdı. Fəsallə İbn Ömər xəlfəhumə. İbn Ömər həm Zübeyrin, İbn Zübeyrin və həmçində Necdətul Həruriyyənin arxasında namaz qıldı. Biri xavaric, birisi yox. Fə'tərədəhu rəcul. Bir kimsə buna etiraz edir. Fəqalə yə Əbə Abdurrahman Ət-tusalli xalfə Necdətəl Həruri. Sən ki, Necdətəl Hərurinin arxasında namaz qılırsan, qalə İbn Ömər İzə nədu həyyə aləl xeyr əl-əmələ əcəbnə. Əgər bizi xeyri əmələ çağırsalar, icabət edərik və bizə qətlə, insanları öldürməyə çağırsalar, səsimizi çıxartmarıq. Aydındır. Yəni, namazı qaytarmarıq. Və qalə Şeyxülislam İbn Teymiyyət rəhməhullah teala və mimə yedullu alə ənə sahabə ləm tükəffirul xavaric. Buradan bizə bəli oldur ki, sahabələr xavaricləri təkfir etməz idilər. Ənəhum kən yusallinu xalfəm. Onların arxasında namaz qılardılar. Necdətul Həruri. Və kən Abdullah ibn Ömər və qeyruhu minəs sahabə. Abdullah ibn Ömər və başqaları yusallinu xalfəl Necdətul Həruri. Onun arxasında namaz qılardı. Və kən əydin yuhəddisunəhum və yuftunəhum və yuxatibunəhum. Onlarla danışar, onlar da gəlib bundan soruşarlar, onlara xitab eləyərdi. Danışarlar, adi insan gibi. Xavaricli boynuzlar yoxdur ki.
Kəm yuxatibul muslimul muslimin. Muslimul muslimə. Bir müsəlmana xitab edir. Kim ona xitab edir? Kəmə kənə Abdullah ibn Abbas yucibu Necdətəl Haruri ləmmə ərsə iləyhi yəsəluhu anil məsələ. Necə ki, Necdətəl Haruri İbn Abbasdan müəyyən bir məsələ barəsində bir kimsə göndərir ki, get İbn Abbasdan soruş, onun sualına cavab verərdi, o da gedərdi. Və hadisuhu fil Buxari. Yəni bu şeylər hamısı Buxari keçir. Və kəmə əcəbə Nafi ibn Əzraq ən məsələl məşhura. Və kənə Nafi yunadiru fi əşyəi bil Qur'an kəmə yunadiru bil muslimani. Yəni onunla deyir ki, bir müsəlman necə münazirə eləyərsə Qur'anda, onunla deyir münazirə eləyərdir. Sonra gələn rəvayətdə عن الأعمش قال كان كبار أصحاب عبد الله بن عباس يصلون الجمعة مع المختار ويحتسبون بها. El-A'maş der ki, Abdullah ibn Abbas'ın büyük sahabelerinden, yani onun büyük alimlerinden, talebelerinden, misal için Ebu Vail kimi büyük ulemalar, Muhtar kimi İbn Ebi Ubeyd, El-Thaqafi, Kufe'nin velisi, onun kimi insanlar arkasından değil namaz kılarlar. Və elə bir ihtisab elərlər ki, savabı Allah'tan umar. Namaz qılar da və savabı Allah'tan umardılar. Lakin bəsən qaddər və yaxud və s. kimi insanlar olur. Hədisdə, yəni bu rəvayətdə səhihdir. Səəltul Həsənə Əl-Həkəm ibn-i Ətiyyə der ki, Səəltul Həsən ibn-i Basri. Həsənun Basri'dən soruşdum. Dedim, Raculun minəl-xavaric yuəmminu ət-nusalli xalfə. Xavariclərdən bir kimsə insanlara namaz qıldırır. Mən də onların arxasında, onun arxasında namaz qılım mı? Qalə, sizcə nə deyər? Naam. Bəli, qıl. Bəli, qıl. Qad əmmən nəsə mən huvə şərrun minhu. Qad əmmən nəsə qad şərrun minhu. Artıq insanlara onlardan daha şərli insanlar imamlıq edibdir. Bu hələ harasıdır? Bu mənada. Əsərun Həsən. Naam. İbn Vaddah qala, səəltu Haris ibn Miskin. İbn Vaddah deyir ki, Haris ibn Miskindən soruşdum. Həl nədə'u salatə xalfə əhlil bid'a? Bidə əhlinin arxasında namaz qılmağı tərk eləyək? Fəqalə əmməl cüm'əti xassatan fələ. Xass olaraqdan cümə namazı yox. Olmaz. Tərk etməyin. Və əmmə qayruhumə min salati fənəm. Amma ki, yerdə qalan başqa namazda tərk oluna bilər. Hansı ki, onun bidətləri mükəffiradır. Aydındır. Və qalə İbn Vaddah, səəltu Yusuf İbn Adi ən təfsiril hədisi Nəbi sallallahu aleyhi ve sellem xalfə kulli bərin fəvəcrin. İbn Vaddah deyir ki, Yusuf İbn Adi'dən Peyğəmbər sallallahu aleyhi ve sellem xalfə kulli bərin və fəcir. Hər bir fasik və salih kimsənin arxasında namaz qılmaq hədisinin təfsir barəsində soruşdum ki, qalə əl-cümmətu xassatan. Bu xassatan cümə namazı və in kənəl imamə sahibi də əgər də ki, qıldıran imam bidət sahibidirsə, qalə nəam, qıl. Və in kənə sahibi bid'atin ləənnəl cümətə fi məkanin vahidin leysə tucə fihi qeyri. Çünki namaz elə bir namazdır ki, başqa namaz kimi deyil, zöhrü kimi deyil də. Burada qılmasan ki, başqasından qıla bilərsən. Amma cümə ki, başqa burada qılmasan, başqa yerdə yoxdur da. Onun üçün cümə namazı tərk olunmaz. Bununla mövzu sona çatdı. Allah subhanahu wa ta'ala bizləri eşitib faydalandığı etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi. Kələm dərsimizdə isə bəbu dəf zəkat iləl vulat. Əmin sahiblərinin zəkatların verməsinin vacib olması.